Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Beyin mühəndisliğine qarşı Türkçə əsl kitablar proqramının 338-ci bölümün Allahın adı və yadı ilə başlayıram. Umarım ki, xeyirli olsun həm mənə, həm də millətimizə. Gedək görək bu günləri hangi kitab urcağımıza çıxır ki, ondan tanış olaq və onun oxuma ləzzəti ilə habelə atalarımız yüzlər min il boyunca yaratdığı dil uyğarlığı və yazı uyğarlığında bizə kəpsul olub edib tarixdə saxlayıb bizə göndərdikləri və bizlər də təəssüflə dünya siyasəti və iç siyasətindən dolayı onları bilmədiyimizdən, anlamadığımızdan, oxumadığımızdan dolayı bilmədiyimiz üçün, tanımadığımız üçün onlarla tanış olaq. Onlardan məhrum olmuşuq, onlarla tanış olaq. Keçən proqramda Ətai, Divan-ı Ətai ya Nəfhətul Əzhar adında bir divanla tanış olduq. Biraz da oxuduq. Azdan çoxdan fikirlərim ki, biraz oxuduq və pis də olmadı. Əlbəttə, yaxşı da oldu ki, oxuduq. Gedək görək ki, bu günləri daha hangi yazılar bizim qarşımıza çıxır ki, onlarla tanış olaq. Görək ki, o biriləri gətirsə yaxşıları çox yaxşı olar. Biz indi açdığımız kitab Divan-ı Ətayini bağlayaq. Nəhalistan adında bir kitabdır, Mənzum-i Əbrar. Füzuli Həzrətlərinin şeiri qalsın burada. Məsaibname-i Əbrar. Nədən isə bunları ki, açıram, sonra bunlar tapılmır. Yəni, bilmirəm, nədən isə bunlar tapılmır. Nəhalistan burada var mı, yox mu? Baxımıram. Nəhalistan var. İndi bir Nəhalistana baxaq. Sonra da o birislərə baxarıq. Görürüm, Nəhalistan. Məsaibname-i Əbrar bir də var. 2 dənə tamam. Həzrət Mevlana'dan da bir vəsətdə bir qaçaqlıqla ondan da bir şey oxuyarıq. Əvvəl kitaba baxaq görək ki, bu Nəhalistan biz baxanda farsca anlayış bizə budur ki, bura bir buraxlıq yermiş. Bir nəfər gəlibdir. Orada kiçik-kiçik ağaclar əkibdir ki, məsələn, kiçikdir. 1 illik, 3 aylıq, 5 aylıq, 2 illik belə ağaçlar var orada. Onlara nəhal deyirlər. Gedək görək belə bu cür bir şey nədir? Əvvəl kitabın cildinə baxırıq. Çox bir nəfis kitabın cildi ilə tanış oluruq. Çift kimi ağzı gəlir bağlanır kitabın və çox bir gözəl qızılla dövrəsində bunun bir nəxşi var. Ortasında da bir gözəl var. Ha belə o ağzının qapağında da var. Hətmən cildinin sonunda da var. Amma təəssüflə əgər baxsaq görürük ki, kitabın çox işləndiyindən dolayı rəngi gedibdir. Gözəlliyi biraz sədəmə görübdür, zərər görüb, ziyan görüb. Amma 4 tərəfdən də bunun üçün görürük, qərə bir kağızdır, çəsbidir, nədir? Ondan yapışdırıblar ki, bu cırılmasın daha bundan izafə. Bu da bunun köhnəliyini göstərir. Bundan bir çox əla bir kitabdır. Kitabın içini açırıq, cildin içində Osmanlı dövründə su üzündə çəkilən rəsmlərdən birini görürük. Çox gözəl, belə bir çay axır. Kitabın adı Nəhalistan olaraq soralar bir alıcının əli ilə burada yazılıbdır. Cuşegir riyaz feyz qədir xadim şər'i Nərcisi fəqir. Nərcisi adında ehtimalən bir adam bu kitabın sahibi olub bir müddət. Amma burada bir şey görürük, bir möhr görürük. Bu möhrə baxsaq
Vəqfül Vəzir Əl-Əzəm Əli Paşa İbni mərhum Nuh Əfəndi. Nuh Əfəndinin oğlu Əli Paşa Vəzir Əzəm Həzrətləri bunu vəqf eləyibdir. Allah Teala rəhmət eləsin. Belə bir kitab bizə qalıbdır. Burada bir möhür görünür, amma oxunmur. Vəli Osmanlı ya Türk dövləti, Osmanlıdan sonraki Türk dövlətinin möhrüdür. Aşağıda Milli Genel Kütüphanəsi deyə, Millət Genel Kütüphanəsi deyə burada bir möhrə qarşılaşırıq ki, 678-ci nömrədə orada yazılmışmış. Gəlirik kitabın içinə yetişəndə Osmanlı dövrünə çox gözəl bir başda təzhib ilə tanış oluruq, qarşılaşırıq. Təzhib Osmanlıda 3 bölümdən ibarətdir kitablarda. Aşağıda bir bölüm, burada onun bir haşiyəsi var, qırmızı və onun içi mavi və mavinin ortası qızılı rəng. O mavinin içində və o qırmızının içində də qızılla nəqqaşilər var. Onun üstündə yenə bir haşiyə, yenə bir çərçivə, onun içində bir günbəz, məscid günbəzi və o günbəzdən göyə gedən bir güllər, gül modeli bir şeylər ki, dedik bu aşağı toplumu göstərir. Toplumdan üstə biz qırılırıq bir miqdar toplumdan, bir özəlliyimiz var, bir özətimiz vardı, özərkimiz var hətta. Onun içində bizim içimiz günbəzin içi və eşiyə əgər bir düşüncəmiz olsa ki, normalda çoxumuzun yoxdur, mənim özümü deyirəm, o da eşiyə çıxa bilsə bir şeylər çıxır, çıxa bilməsə yox, topluma çıxır, bu o halətdə nəqqaş olur. Yazını çox bir gözəl yazıdır, xətt ilə çox gözəl yazılıbdır. Niyə gözəl? Çünki bunu mənim kimi savadsız, təhsil görməmiş, məktəb, mədrəsə, universitet görməmiş bir adam türk dilində bəlkə bunu oxuya bilər. Əgər bunun xəttindən və əl yazmasından kənarda, əgər bunun təxəssüsi sözləri ilə tanış olsa, bu sözlər öncədən qulağıma dəymiş olsa, mən bunları anlamış olsam, mənalarını bilsəm, anlaram biraz. Amma hər kəlmənin içində, hər sözün içində bir uqyanus var. Kəlmələr söz boş deyil. İçində hər bir kəlmənin içində bir tarix, bir duyğu, bir toplumsal dəyişiklik ya yaşam, dinsel dəyişiklik və yaşam hər bir sözün içində işlənir və biz bunu anlasaq dərin anlarıq. Özəlliklə əgər o sahədəki bu kitab yazılır, o sahədəki dərin anlamları o hər sözün içindən çəkib çıxada bilsək, onun bətnilərin, qarınların anlaya bilsək, kitabı anlarıq. Yoxsa sadəcə bir ayrı dili bilmədiyimiz qədər, əlifbasını başardığımız qədər oxuyub gedərik və hissatla dərk eləmərik ki, mənim şəxsən türk dilindən anladığım üzünü oxumaq qədərdir. Yəni, təəssüflə mən türk dilini çox dərin bilmirəm. Birinci səhifədə görürük ki, bir gözəl çərçivə çəkiblər bu yazının dövrəsinə. Çox gözəl xətt ilə də yazıblar. Eyni Quran ayəti kimi ki, öncələrdə ayələrə nömrə qoymazdılar, bir dairə çəkərdilər, bir şey qoyardılar. Burada da aynı hər cümlənin ya hər bir virgülün yerinə bir yekə qırmızı dairə doldurublar, qoyublar ora çox bir gözəl vəziyyətdə. Hətta şeirlər də əgər olmuş olsa, hər şeirin ortasındakı aralıq olur, orada bir qırmızı xətt, nöqtə qoymuş görürəm. İkinci səhifədən o form bu kitabda, əlyazma kitabda değişilir və sadəcə mətləbin dövrəsində, yazının dövrəsində bir qırmızı çərçivə çəkilir, amma qalan şey hər yer öz vəzində. Biraz da görünür bu kitab, bununla belə dedik, çox əla bir kitabdır, cildi çox nəfisdir.
ehtimalən kağızı çox nəfis görünür, amma biraz zaman içində eybirat tapıbdır bu kitab. Bəzi yerdə qırmızı rənginən bəzi yazılar görürük ki, bunlar əlbəttə qıraqda da bəzən onlara tövzih veribdir. Bayaqki kitabda bunu gördük. Nüsxə yazanlar bəzən nüsxələrdə çox fərqli yazırlar. Bayaqki öncəki cələsədə də gördük ki, bir beyt şeiri məsələn deyək 4 kitabda 3 cürə yazıblar. Amma bununla belə, yəni bizə bir kitab gəlib yetişib, üst-üstə bilirik ki, nə yazıbdır. Burada bəzi kəlmələri görürük, qırmızı yazıbdır. Bu qırmızı, yəni ki, bu öncəki mətləb qurtardı, sonraki mətləbə keçəcəkdir. Bu keçid üçün bir mətləb yazır. Məsələn, şeiridir, qətədir, ya belə bir şeylər yazır. Xallədəllah və əbqahu və əvsələhu ilə təmənnahu, yətəmənnahu. Bu da ehtimalən kitabın çağıdır. Ağaz-ı mətəd və sitayiş Həzrət Padişah-ı Alican Sultan Murad-ı Şövkət Pənah. Xallədəllah və əbqahu və əvsələhu ilə ma yətəmənnahu. Burada ehtimalən kitabı kimin çağında yazıbdır? Sultan Murad xanın Həzrətlərinin Allah Teala rəhmət eləsin çağında bu kitab yazılıbdır və beləliklə bizim əlimizə gəlibdir. Hanki Sultan Muradda onu oxuyacağıq, görək. Çünki ən azından bilirik ki, 4 dənə Sultan Murad rəhmətliklər vardı. Çox gözəl bir, dedim, mənim nəzərimə bəzən yazı dəyişilir. Yəni, aynı xəttat ola bilər, aynı xətt, amma bəzən o xətt modeli dəyişilir. Onu mən bəzən görə bilirəm. Qırmızılarda bir dənə bir şey çox mühümdür, bunu yenə təkid edeyim. Qırmızıları məmulən mənə belə gəlir ki, nəssaxlar, onlar kitab üzündən kitab yazırlar, işləri budur, onlar əlavə edirlər. O kitab şey olsun deyə, yəni mətləbi içəridə nəssax yazdığı fərqli olsun ki, bu mənimdir, kitabdan deyil, yazarın deyil. Məmulən onda qırmızı xəttinə yazırlar, ya da üstünə bir xət çəkirlər, ya onu farsca normalda yazırlar ki, yəni bu bizimdir. Yazar bunu yazmayıbdır. Bunun cəlibdir, kitabın bəzi qırmızı xətləri, yazıları çox görünür. Cəlibdir, məsələn, bir uzun paragrafdır, yəni bunlar da bir ikisini oxuyarıq, heç olmasa görürük ki, bu kitabın adı Nəhalistan 224 səhifədən ibarətdir ki, PDF-də 112 səhifə görsənir. Çünki PDF-in hər bir səhifəsində kitabdan 2 səhifə qoyulur. Burada məsnəvi gördüm, şeir görürəm, yəni hər şey var içində, ayat-ı Quran vardı, bir dənə beyt vardı, məsələn, cəlibdir. Bu ehtimalən Nəhal dediği şey, Nəhalistan, ehtimal verirəm mənim bu gördüyümə qədər şey keçirik. Babların adını qoyubdur Nəhal və hər Nəhalı, Nəhalistan da olub neçə bab demək. Məsələn, Nəhal-i Salis indi bura gəldim, yetişdim. Bunları da bir oxuyaq ki, bu Nəhallar nə deməkdir, bu adam, məsələn, Nəhaldan, mən indi farsca bunu biraz tövsih verdim, çünki mənim təxəssüsüm tamam dərsim, mədrəsəm, məktəbim, universitetim hamısı farsca olduğu üçün və ömrümün 60 ilin fars dilində hədərə verdiyim üçün onun hər kəlmənin içində azdan çoxdan biraz bilirəm. Amma təəssüflə öz tariximizə gələndə məsələn soruşanda ki, məsələn burada görürüm Məhmud Ağa nam, Çamçar, Məhmud el-Afiyyətü. Məsələn, kimdir? Sultan Murad əslən, deyəndə kimdir? Qalıram, bu Sultan Murad kimdir? Niyə mən bunu tanımayam ki?
Burada kitabı qurtardıq. Axır cildin göstərmir, amma axirdəki cildin içəri tərəfində də yenə Osmanlının aynı o nəqqaşı ki əvvəldə vardı, ona bənzər o rənglə burada da görürük. Çox da gözəldir. Elə bir məsələn dünya fırlanır və adamlar da bu dünyanın içindəki o suyla ki girdab deyirik da farsçada, yəni burluğan deyirik Qəradağda. Bir burluğan da adamlar orada, her şey orada fırlanır, gedir aşağıya ve yok olur. Burada o cür bir şey görsənir, amma bu mənim təsəvvürü zehnimdir çoxdur. Bəlkə də nəqşədə belə bir şeyə, nəqqaşədə belə bir şeyə əl qoymayıblar. Gedək kitabın əvvəlinə və görək şey, kitabda nə var? Kitabın əvvəlindən biraz oxumuşduq. Gələk kitabın özünə. Bu kitabda Bismillah yazılacaq. Qəflətən bu qızılın içində Bismillah yazıla, amma mən təbiətən ki yazılmış ola bilir, görünür, amma ehtimalən qızılın içində qızılla yazdıqları üçün ya gedibdir, ya siliblər, hələ orada yer qalır, amma oxuya bilmirəm. Dəmkeşi, həmamiyi, burada Bismillahirrahmanirrahim dedim, olsa mətnin o nəqqaşının o təzhibin içində olacaq ki, mən görmürəm. Dəmkeşi həmami dilkeş tərani xame icaz təraz ki ینقای شکرخای نطق و بیانه و دمساز که ینقای شکرخای نطق و بیانه دمساز و اول توتی خوش لحظه شیرین زبانه هم آواز و ترجمان راز در نزهتگاه فیروزه فرش زمردی بساط صحایف مسکین ارگام زبرجد فامه بالگوشای پرواز و محرک جناحی حقیقت و مجاز. İndi burada nə dedi bilmirəm. Oxuram fəqət. Bu cümlələrin arasında olan o ahəngdən, musiqidən ləzzət aparıram. Amma nə dedi? Bilmirəm. Bir də oxuyayım bunu. دمکشی همامه دلکش ترانه خامی اعجاز تراز که ینقای ینقا دهی ینقای شکرخای نطق و بیانه دمساز و اول توتی خوش لحظه شیرین زبانه هم آواز و ترجمان راز در نزهتگاهی احتمالاً dür و ترجمان راز dür نزهتگاه فیروزه فرش زمردی بساط مصایف مسکین ارگام زبرجد فامه بالگشای پرواز و محرکی احتمالاً burada dürü olacaqdır. Pervazıdır mesela. Ve müherriki cenahı hakikat ve mecaz olduqda xiyabani müsenne ve percar bir hendese ve perkar ovraq içre bir hendese ve perkari ovraq içre türfi taraf sayfiken رونق و شرف اولان موزون درختان صف به صف ستورون موزون درختان صف به صف ستورون نهالستان تراکیب بدیع و ترتیب بلیغ و تشبینیدن اسماعی مجلسیانی چمن صفهی رغبت و قبول için سرآغاز دوجی اسجائی بلغاسیندن بلغا پسند müstehsen olduluk
nə deməkdir olduruluq, elədirmək. Olduruluq. Bir də sərağaz etdücü iscai bulağa pəsənd müstəhsən olduruluq اولا و اقدمی حمد و ثنای مالک الملک جهان آفرین ایدی چی مسلم طبع دانش گرین اساطین دین و متفق علیه رموز آموزان علمی یقین در. ای جوش هزار زمزمی تو، احتمالا شعر شما رو زخته، ای جوش هزار زمزمه تو، ای بی همه با همه تو. bir de buranı. ای جوش هزار زمزمه تو، ای بی همه با همه تو. هر مرغ که دارد این گلستان، دارد ز تو 100 هزار دستان. کذالک هزار داستان پر پرداز، کذالک هزار داستان پرداز. مؤثر نغمات ناطقه ترانه ساز، چه ورای قفس پرنقش و نگار فکر و خیال دن، آوازه سامع نواز بلاغت ایل مملوکن. قبه اذعان ارباب ناز و نیاز و در، اغصان سروستان شاخ بر شاخ الواح و مرتبت الرگوم خزینت رسومدن. من bunu خز okudum ama olabilir şey farniyetel ya da mezniyetel rusumiden. Nə olabilir bu? Bilmirəm, bilmədiyim üçün əlbəttə ərəbcədir bunlar. سروستان شاخ بر شاخ الواحی مرتبت الرگوم مزنیت الرسوم. اظهار صیت و صدای بر اصول و ابداع لفظ و ادای گرین و قبول چون آهنگ ترنمات نکات آمیز مدعا المغله شورافکن بزمگاه دماغ و سوزبخش سینه داغ بر داغ اولدوخچه اتحاف سماخ ساتنانده اتحاف سماخ اثر پژوهان پرمسنا او گفته اثر پژوهان منطوق و معقول ایدو چی نغمات عبارات محیر العقولون ابلعی burada əbləğ olacaqdır. Əbləği və əhsəni nöqtəsini qoysa da görünmür. Və əhsəni salatu salam cənab fəxrül mursalin və mənqəbə و مدیح آل و اصحاب جزین ایدو کی مسئله مدلل بالبراهین و بحث قرار داده و مبحث بالبراهین و مبحثی قرار داده دانشورانی مسلم الحسم و الیقین مسلم الحسم و الیقین در بر مدحت انسنین شهنشاه چی ره برد این جدای جمراه مداح تو فاطر السماوات ناطق به فضیلت تو آیات آغاز ناله اندلیب قلم در این باغ و راغ صحایف مشعر الحکم و منحفم شدن داعی بسط رقم از ترانه آن بلبل دلکش تو ey دلگشا نغم. Anlamadım. Yəni çox ağır bir kitabdır bu. Ərəbcə, farsca, türkcə ən çətin lüğətləri
bir-birinin dibinə düzübdür, ahəng filan. Buna bir ustad istəyir ki, bu üç dildə güclü ola, gələ, otura deyə ki, bu kitab nə deyir? دیباچه تراز دفتر عشق، پیرای فضای پیکر عشق، سرنامه نویس لوح مهنت، زنجیر کشی نگوش حیرت، تصویرنگار دیر معنا، رونقده نسخه تماشا، رامشگر بزمگاه بیداد، خواننده نقش و صوت فریاد، تحقیقده بحث ابتلایی، bu yüzden eder Suxansarayı. Şeirin axirində çöndə oldu türkçə, yəni neçə beyt farsça və sonra elə dedi ki, elə yəni 5-4 beyt farsça və 5-ci beyti türkçə elə dedi ki, mən qaldım ki, necə rahat çöndü türk dilində bu gücə bax. Yəni bu da bu iki eləyə biləsən dinosorlar deyil. Deyim türk dili dinosor deyil ki, yox, mən değişə bilmərəm. Zahirən ki, eləyə bilir dillərin içində yaşasın. Din içində, nə deyirlər, dinlər içində din saxlamaq kimi təhqiqdə bəhs ibtilayı bu yüzden eder Suxansarayı. خجسته هنگامی که بارگاه مقدس حریم ازلده، پیشگاه رب قدیم لم یزلده، صدنه چارگاهی، صدنه چار آجاهی قدرت، یعنی سروشی سبک جناح رحمت بر موجب امر مشیت و بر مقتضای حکم ارادت، صنوف ارواح مختلفة الاسباح بنی آدمه ترتیب صفوف قیام و تعیین مگر و مقام اده، ملائک را خروش و ناله برخاست şeir. İndi bu şeirdən şeirində bir zərbidər kimi bir şey qoyubdu. Oradan bəlli olur ki, şeirə girir. Yəni mən indi bu ikinci yerdə gördüm bunu. Bir dənə də bu səhifədə gördüm. Ay vardı bu səhifədə iki yerdə görürəm. Bu bəlli edir ki, burada farsı yazacaqdır. Mələik را خروش ناله برخاست که بر رسم ادب صفها شود راست، بر حسب فرمان ایزدی جمله دست بسته امتثال و مترقب امر قادر بر کمال ایچن، بی لطف بی حرف و صدا سؤال و جواب الست و بلا، مصلحتی داعی حکمت خفیه ایله تمشیت و اجراء لندکده بس آنگاه اول جروح انبوهی زیافت عام النوال تجلی ایله اکرام التفات آمیزه سزا جرمکله سمات خان برخان مختلف الالوان تعارف و ائتلاف ازل جسترانیده و مهیا قلندقده و هم صحبتان مهر و محبت اول مجلس گرماگرم الفت سرسفره مناسبت ده، رتل جران آشنایی و دوستگانی شوگنگیز مهربانی دن آشفته دماغ و شیدا مهربانیدن آشفته دماغ و شیدا سرگرم باده صاف ابتلا bulundukda ihtimalen şiir diyeceğine. Beyt, bir beyt ihtimalen. Bu bela meyxanesinin ta ezel meyxaresi. Bu bela meyxanesinin ta ezel meyxaresi. Bu felaketgah eşkün o kimden avaresi. Bu felaketgah eşkün önmədik avarəsi. Ökmədik nə olar? Bunu bir oxuyayım görün, bu taza bir sözdür. Türkçə olduğu üçün o birisləri də çox başlatmadım, amma gedək görək burada. Cümlədə görək. Dedik ki
bu fəlakət eşqinin bu fəlakət bu fəlakətgah. Hara getdik? Burada nə oldu? Bu fəlakətgah eşqin okmədik avarəsi ökmədik nə olar? Önmədik. Bu gözəl və kədərli sözlər Azərbaycan klassik ədəbiyyatının və Böyük Füzuli məktəbinin ruhunu daşıyır. Bu misrai sevgi yolunda çəkilən cəfayı, avarəliyi və eşqin insani necə dünyadan qoparıb bir fəlakətgaha, fəlakət yerinə saldığı çox dərin bir şəkildə ifadə edir. Eşq klassik şeirimizdə türkcə bir duyğu deyil, bəlkə bir səfər və sınaqdır. Bu yolda avarə qalmaq isə əslində könül əhlinin ən böyük rütbəsi sayılır. Bu sözlərin qısa bir anlamı. Fəlakətgah eşq, eşqin bəlalı və çətin mühiti. Ökmədik ya hökmədik, bir hökmü kimi, qaçılmaz bir yazı kimi. Ökmədik və hökmədik. Deyir, yəni bu ehtimalə hökmədik yazılır, ökmədik də deyilir, hökmətik də deyilir. Bu da bir hökmü kimi, qaçılmaz bir yazı kimi mənasına gəlir. Avarəsi üzündən keçmiş, başı çöllərdə düşmüş, və sevgi yolunda hər şeyini itirmiş insan. Bu beytin kökündə dayanan o məşhur fənai fil eşqi hissini daha yaxından hiss etmək üçün Məhəmməd Füzulidən bu misraları xatırlamaq yerinə düşər. Nə deyibdir? Fələk saldı məni bir dərdə kim dərmanını bilməz. Gözümdən qan tökər oylar ki, halım yanını bilməz. Tamam. Bu getdi ora və burada dedi ki, bu əsli şeyi ki, axtardıq budur. Ökmədik, hökmədik demək kimidir. Bilmirəm nə anlama gəlir. Amma burada hökmünün avarəsi mənasına gələ bilər, düzdür. Bu fələkgahı eşqin ökmədik avarəsi, hökmünün avarəsi, eşqin avarəsi. خاک نشینی پایین صفه بار یا صفی بار و صف نعال مستمندیدن کیفیت و دوران ساغر موالات نگه انداز اعتبار المغلب ریزان زمین استعداد اونان رسحاتی جرعه جام فیوزاتون اثر شمیم خردفرسای هوش بریندن دماغ جان شوریده نهادم نشوه پذیر عشق پاک و سرخوشی صحبای بی انگور و تاج olub. Şeir. Burada geçti Farsıya. Burada elə bir Farsı yazmamışdı. Getdi Farsıya əlamət qoydu. آن روز به جرعه مست بودم این بار قدح لبالب آمد بو سرمستی دوسینه و میپرستی دیرینه بو سرمستی دوشینه و میپرستی دیرینه لذتی
خمخانه صورت و خرابات کسرته، مصطبه نشینی شوق و غرام و شرب المدام عشق بردوامه عشق بردوامه الجا اتمش لجاه زام لبالب آصفان ایل مست نجاه و جاه تلاشی خمار هجران له دخان آشام آه اولب جنجت شعره. ما گوشه نشینان خرابات الستیم، تابوی می هست در این میکده هستیم، وزنی üzere نیم و یک قطره می شیر نیکوار، محبته صرف نقدینه صبر و قرار ایله خریدار و تهی جرعه جام بیخمار مودت ایثاره سرمایی اختیار ایله طلبکار المق لازمه تقاضی استعداد المقله ازمنه زود زوال عمر سریع الانتقال دن bir لحظه و آن ممتنع الانقام مرور اتمدی چی همگدهان موالات حقانیه طرح اتشلری مجلس انس الفت گرین بی غرزاندن دور olup انجمن دردآشنایان آلفته مشربه تابافکن شور شمع شبارای جمال پیکران ایله سر بی سامان دیلده داغ تحمل جزار بلافروزان سر بی سامان دیلده داغ تحمل جداز بلافروزان و کرمیت شوق دیدار ایله سرپنجه حیرت و وله جلوفشار زان و مباشر چاک گریبان المایه چنده شعر فارسی احتمالا yok Farsı değil ama şiirdi. Kalmazsa cerul cuşeyi daman elimizde, kalmazsa cerul cuşeyi daman elimizde, elden ne gelir çaki geriban elimizde. وحچه از دوختن این چاک گریبان رفتن است. این شکافی است که تا دامن ایمان رفتن است. از این سبب جنسیت علت زم olmaq بلا tamam. Kitap çox ağır, ərəbcə, türkcə, farsça bir kitabdır. Biraz gedək görək ki, bir bunun o bəzi yerdə gördük ki, burada yəni bir səhifədə gördük ki, bunun niyə yazıbdı, onu tozih verir. Çox ağır kitabdır, insafən. Bilmirəm fars dilində buna yaxın bir kitab tapa bildik ya yox. Amma burada görürük ki, indi آغاز مدحت و ستایش حضرت پادشاه عالیجاه سلطان مراد شوکت پناه خلد الله و ابقاه و اوصله الى ما یتمناه. Görək nə deyir? İndi xəlifəni, xəlifə İslam müslimini istir تعریفلیه. حالیا ساحی پهنای جهانه از گاف تا گاف رایات شکوه و شوکتی سایه انداز مکارم الطاف اولان معظمی پادشاهی فلک بارگاه ستوده اوصاف کمترم شهریار مکرم شهریار جنجین نثار معدلت و انصاف سرافراز فلک تخت خورشید بخت یک تازی اختران زبون کهکشان رخت صاحبگران جیتی ستانی جلی کوکب کشورگشای
صائب رای علا مشرب یا علی مشرب، پرخاش تراز بر انتقام شیر جنگ و دشمن گذار خسرو غلام اردشیرنن، پنجه شکن رستم و برزو، به زوری بازو سیلیزن جنگیز و هلاکو باشت نیرو، فرمانفرمای گاهر به جاه و جلال شامل، مالک آرای قادر به قصاص، قهرمان قاتل فرخنده فال و فرخ قدم، خجسته حال مسلم چرم، پاداشته دشمن و دوست، بر برنده سر و درنده پوست، اکلیل بخش تاج ربا، شورانگیز و امن افزا، تخت آرای و لشکرکشی نیسان سان و آتشوش، زحمتکشای و مرهمسای، امنیه ستان و کامبخشای، شاهنشاه شرق و غرب، رخصت ده سلم و حرب مظفر محض و غالب مطلق، خلیفت الاسلام ظل حق، پادشاه ربع مسکون، حضرت سلطان مراد، صاحب بخت همایون، تاجدار رحم سریر. Burada rəcm olur elə bir. صاحب بخت همایون، تاجدار رجم سریر نه burada. چامبخش دادگر خاقان اسکندر سیر، معدلتکار خدایاور شه اقلیمگیر، معدلتکار خدایاور شه اقلیمگیر، بر رعیت پرور پادشاه داد آور، و شهریار خدابار و خداباور درچی، فرقت سای ابوالبشره، تاج زیبای شرف بخشای، انا جعلناک ایله، تکمیل سروری میسر اولالی، مسند جلیل الشأن جهانبانیه، کابرن ان کابر و وارث مکارم و معاصر، نجه شاه و شاهزاده اولالمفاخر، سایه فکن شکوه اجلال و مربع نشین حکومت و استقلال. bu مرتبه خراین عدل و احسان، مالک پادشاه مرتب هشم و جمع فتنت، و ظل الله عالی همم سکندر عظیمت. Tamam. Fakat adın bir defa cəhd Sultan Murad, amma bilmədi xançı Sultan Murad. Elə bu cüzü devam edir. Çox ağır bir kitabdır insafən. Hələ devam edir. Hey baxıram ki, görürüm burada bir şey oradan sözdən çıxır ki, görək məsələn nə oldu? Burada niyə bunu deyir? Aqibət Mahmudi سعادت میمنتلی، وجود بهبود عافیت، عاقبت محمودی، زلال خیر معلای سروریده، همیشه نگین مسند بالای داوری، kürilüp
Saye humay himmetlerinde güncüş ki nehadan rəiyyət ki laneyi tamam. Baxım görüm ki, bir yerdə bir sözü değişə bilsə, mənim də gözüm görsə, hətta gözüm də görsə, bunlar o qədər çətin sözlərdir ki, təşxis verməsi mənə çox ağır gəlir burada. Şeirdir ehtimalən. Bəli, şeirdir, farsçadır özdə. Zalib burada bir söz yazıb ama baş tapmadım nədir? بر این نسق محاسبان دقیق سنج دفترخانه احتمال و رقم چشان تفضیل و اجمال فضالک فرض المحال اجمال فضلکه فرض المحال اگر حساب صنوف مکارم شاهانه سن مراد و سایر اصحاب تاج و تخته وجوهی غلبه و علل مرجح سن تخت ضابطه حصر و تعداده ایراد اتسالر سیاق رقم کرم گنجیده روزنامه هفت اجزای آسمان علمق احتمالی برطرف مجموع ثوابت و سیاری نقطه صفر الوف علمقله عدم kifayəti sabit və müqərrərdir. Harda niyə kimə dedi bu ədəmi kifayəti bilmədim. Fil həqiqəti fil həqiqəti feyziyab mədədkari توفیق olmaq məbhəsi büdcə və vəcih ilə اصل الاصول نفس الامرده توفیق و تطبیق olunur ki ol bər cüzide خسروان فلک بارجاه اسعد ازمنده شرف بخش دیهمینگاه و پیرایه گرای تخت و چلاه اولدوغده مداخلی بی جان عذر اندیش ایل طور جهان دیگرگون و زلزله هرج و مرج فتن و تشویش ایل بنیان فلک سرنگون علمق علایمی برهمزن انتظام ربع مسکون علوب مزارع حال جهانیان بی شبنم تقدیر بیر بر وجه ایله تقدیر تقید بی شبنم تقید بیر وجه ایله سوخته برج و پژمان ایدی چی موسم دور زمان تا دم واپسین حشردک نوبهاران بلچه رشهات نیانه بدل ناودان هر کمتر چیاهدن که سر موی شخص عالمدر آب حیوان و سلسبیل جنان ریزان و دوران اوسع هرگز نه برج حشیم انتظامه تراوت و اخضر ارنه پژمرده چمن حال انامه صورت فیض بهار عودت اتمچ خیالی şəhra təfəkkürdən güzar etməz idi. Tamam, devam edir. Zahirən bu yenə murad 4-cü murad olacaq. Mənə belə gəldi. Çünki bu zahirən hər şey şəhər qatışıbdır bir-birinə. Bu oxuduqlarımdan 4-cü muradı Allah rəhmət eyləsin gəldi zehnimə. Bura genələ bu düşü görürəm, deyir ki اثر فلک صباح الخیر دولت جدید بر مزاید ایله اشباح نیک و بد و خیر و شر متشخص و متعین olub هرچه از ادای مکتوبه ادابه تکبیره بند افتتاح و تتمعات سرورانگیز هوا و هوستن امساک طبیعت طریقیله مستحکم ساز
niyyət, sovm salah olduqlarından qeyri etidal, nobəhar ədalətdən zəmin sinə ruayadə, rutubət huzur və اوج دماغ براyadə, کرمیت سرور پیدا المغله، هر رخنه خلل مصوبت حسن عمل olduğu اثر بخت و اقبال و نتیجه مقدم همایون فال حضرت شهریار سکندر خصال ایدو که ارباب دله هویدا و نقش نجین سویدادور bu انبساطی ورمدی عالم سراینه الا که به یمنی دولت شاه جهانستان زمان دولت جهلای غفلت آیین سابقون سر کار ضبط و ربطینی شحنه قضا سفارش کرده وکیل بی انتباه تسامح اتمشله فروگذاشتگی سررشته تدبیر گسسته تأثیر نسیج انتظامی خلل ندیر تغییر və yəni bəllidir ki, yenə dediyim bu nəzərə gəlir. Hələ fiilən istəyək ki, dəqiqən bilək ki, hansı Sultan Muraddır. Gərək bunu ad yazaq, burada ad. Gedək görək bu Nəhalistan kitab haqqında bu Cimnay bizə bir məlumat verə bilib. Mənim əlimdə bir əlyazma türkcə əski kitab var ki, adı Nəhalistandır. Sən bu kitab haqda bilgi verə bilərmisin deyə soruşaq görək ki, bu kitab haqqında bir məlumat. Nəhalistan klasik türk ədəbiyyatının ən önəmli və məşhur əsərlərindən biri sayılır. Əlinizdə olan bu əlyazma həm dil tarixi, həm də ədəbiyyat baxımından çox dəyərli bir xəzinədir. Bu kitab haqqında əsas bilgiləri belə xilas eləmək olar. Müəllif kimdir? Nəhalistan əsəri 11-ci Hicri əsrin, yəni 1000-dən ta 1100-ə qədər, əsrin miladi 17-ci yüzillik böyük şair və yazıcı olan Nərgisi Məhəmməd Nərgisi tərəfindən qələmə alınmışdır. Bu adda biz əvvəldə bunu gördük. Yəni kitabın əgər qeysaq əvvəlinə, bunun əvvəlində bir işarə var idi bu haqda. Burada dedik ki, جوشگیر ریاض فیض قدیر خادم الشرع نرجسی فقیر. Bu xadim-i şər, dinin xadimi, Nərgisi fəqir. Nərgisi öz adıdır. Bunu burada gördük ki, aynı xətt ilə ki, kitab yazılıb, bu da yazılıbdır. Demək, əlbəttə biraz fərqi var xətlərin. Amma demək olar ki, bu Nərgisi o olacaqdır. Yazar deyək bunu. Məhəmməd Nərgisi. Deyir ki, Nərgisi klassik Osmanlı nəsrinin mürəssə nəsr özdə. Mürəssə nə demədi? Bunu indi soruşaram ki, bu mürəssə dediğin qəziyyə nə mənədir? Ən böyük ustadlarından biri kimi tanınır. Kitabın məzmunu və quruluşu. Bu əsər məşhur xəmsə ənənəsinə uyğun olaraq nəsr formasında yazılmışdır. Nərgisinin xəmsəsinin birinci kitabı sayılır. Əcəb, Nərgisinin də xəmsəsi var. Quruluşu. Kitab 5 bölümdən, fəslidən təşkil olunur ki, hər bölümə bir nəhal, fidan, ağac adı verilmişdir. Mövzu. Əsərdə əxlaqi, tərbiyəvi, irfani və ictimai hekayələr yer alıb. Müəllif gözəl bir dillə insanlara əxlaq, ədalət, mərifət və sevgi dərsləri verir. Dil və üslub özəllikləri.
Mürəssə nəsr. İndi burada çıxartdım. Mürəssə nə deməkdir? Kitabın dili olduqca ağır, ədəbi sənətlərlə zəngin və təmtəraqlıdır. Nərgisi sözləri bir zərgər kimi yan-yana düzüb, buna görə də onun nəsrinə mürəssə nəsr, bəzəkli nəsr deyirlər. Tamam, heç ehtiyacı yoxdur bu bəzəkli. Gördük bunu, mən də bunu oxuyanda gördüm ki, belə bir çox ağır kitabdır. Söz sənətləri. Səc nəsrdə qafiyə. Qafiyə şeirdə olur, səc düz yazıda olur. Düz yazıda səc deyilir. Sözlər ahənginin gələndə hər neçə kəlmədən bir təşbih və istiarələrdən geniş istifadə edilir. Əlyazmanın dəyəri. Əlinizdəki nüsxənin tarixi və katibi çox önəmlidir. Əgər bu nüsxə əski isə və katibi bəllidirsə, bu əsər türk dilinin və türkolojinin qaranlıq qalan güşələrinə işıq sala bilir. Allah Allah. Mən istəyirdim bu kitabı atam qırağa, deyirdim, çox ağır da oxuya bilmirəm. Əlbəttə bilirəm, mən ağır kitabları heç farsça da oxuya bilməzdim. Çünki çox ağırdır, yəni bunu vaxt qoymalıdır. Oturub dana-dana bu kəlmələrin üstündə işləməlidir. Əvvəldə tozif verdim ki, təxəssüsü bir şey belədir. Xüsusən Çağatay və Osmanlı dil kökü kitabların arasında Nəhalistan həmişə özəl bir yer sahibdir. Pəs, xüsusən Çağatay və Osmanlı dil kökü kitablarının arasında Nəhalistan həmişə özəl bir yerə sahib olub. Tamam. Bunu heç də istəmirik, fəqət bu adamın Nəhalistanın yazarı haqda daha geniş bilgilərin varmı? Görək ki, bu adamın haqqında Nəhalistan əsərinin müəllifi Nərgisi, tam adı Məhəmməd Nərgisi, 17-ci yüzilliyin 11-ci hicri əsri türk nəsr ədəbiyyatının ən böyük ustadlarından biri sayılır. O, klasik ədəbiyyatda mürəssə nəsr, bəzəkli və dəyərli nəsr üslubunu zirvəyə çatdıran şəxsiyyətdir. Nərgisi haqda deyiləsi önəmli nöqtələr bunlardır. Deyiləsi, yəni ehtimalən şey deyil, yəni şəfahidir, məktub bir şey yoxdur. Kökü və təhsili. Əsli Nərgisi əslən Bosniyalıdır. Sarayevo şəhrindəndir. Bosniyalı, Sarayevo şəhrindən. O, dövrün Osmanlı coğrafiyasında böyük alim və ədiblərin yetişdiyi Balkan bölgəsindən çıxıb. Təhsili. O, İstanbula gələrək dövrün məşhur mədrəsələrində təhsil alıb və görkəmli alimlərdən dərs öyrənib, özünü həm ədəbiyyatda, həm də tarix və din elmlərində yüksək səviyyədə yetişdirib. Peşə həyatı və xüsusiyyətləri. Qazilik. Nərgisi, orada da demişdi, qaziyə şər. Qazilik Nərgisi özün müvəddəti Osmanlı dövlətinin müxtəlif şəhərlərində uzun müddət. Nərgisi uzun müddət Osmanlı dövlətinin müxtəlif şəhərlərində, o cümlədən İstanbul, Ədirnə və Körpülü qazilik vəzifəsində çalışıb. Cəsarəti. O, sadəcə bir ədib deyildi. Eyni zamanda ədalət tərəfdarı olan cəsur bir şəxsiyyət idi. Öz əsərlərində dövrün sosial problemlərini və ədalətsizliklərini tənqid etməkdən çəkinməzdi. Ölümü. Nərgisi 1635-ci ildə Sultan 4-cü Muradın İrəvan səfərinə qatıldığı zaman yolda atdan düşərək vəfat etmişdir. Bunu niyə şey etməyibdi? Ədəbi məktəbi. Bunun tarixini çıxadarıq ki, bu 4-cü Murad dedi. Tamam, onu ilə mən də orada təşkil edəcəm. Sağı
4-ci Sultan Murad xan. Tamam. Ədəbi məktəbi Xəmsə yaradıcısı. Nərgisi türk ədəbiyyatı tarixində ilk dəfə olaraq nəsr ilə xəmsə yazan sənətkardır. Bildiyiniz kimi, xəmsə məmulən 5 məsnəvidən, şeir məcmuəsindən ibarət olardı. Nizami Gəncəvi və ya Füzuli kimi. Lakin Nərgisi bu ənənəni nəsrə gətirdi. Nəhalistan bu xəmsənin ən gözəl və tanınmış hissəsidir. Üslubu, onun yazı tərzi elə ağır və gözəl idi ki, ona nəsrin xaqanisi deyirdilər. Cümlələri uzun, söz oyunları ilə zəngin və musiqili idi. Nəhalistanın müəllifi müəllif gözündəki yeri. Nərgisi Nəhalistan əsərini yazanda Şeyx Səədinin Gülüstan əsərindən ilham almışdı. İstirdim bunu deyəm, amma demədim ki, yəni ondan da ağır gəldi mənə. Gülüstan bu qədər ağır deyil, bu çox ağırdır. O istəyirdi ki, türk dilində də onun qədər zəngin və əxlaqi bir əsər olsun. Əsərin içindəki hekayələrin bir çoxu onun öz həyatı və ya şahid olduğu hadisələrə də bağlıdır. Sizin üçün önəmli olan bir nüktə. Nərgisinin əlyazmaları ümumi özəlliklə öz dövrünün gözəl xətti ilə yazılardı. Əlinizdəki nüsxənin ilk səhifəsində dibaçə hissəsində Nərgisinin adı və ya kitabın yazılma səbəbi qeyd olunmalıdır. İstərsən bu əsərin digər 4 hissəsinin, xəmsənin digər kitablarının adlarını və mövzularını sizə yazım. Əvvəl deyim ki, o ili də qəməridir. Nərgisinin ölüm tarixin hicri yazar mısın? (1044)də Allahın rəhmətinə gedibdir. Məhəmməd Fot Nərgisi 1044'də Sultan Murad İrəvana ləşkər çəkəndə atdan düşüb rəhmətə qoşulub. Tamam. Şəvvalın 24'ünde düşübdür ədəbiyyat tarixlə. Tamam. Onun qalan 4 əsərinin adların və qonuları haqda bilgiləndir. Nərgisinin xəmsəsi türk ədəbiyyatında nəsr formasında yazılmış ilk və ən tanınmış məcmuədir. Nəhalistandan başqa bu məcmuəyə daxil olan digər 4 əsər və onların mövzuları bunlardır. Əqval-i Müsəddədə bu əsər məşhur 40 hədis sünnətinə uyğun olaraq qələmə alınmışdır. Qonusu Nərgisi bu əsərdə Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin sözlərini və hədislərini seçərək onları dərin bir əxlaqi və irfani dillə şərh etmişdir. Bu
eyni zamanda müəllifin dini elmlərdəki ustadlığını göstərir. İksir-i Səadət adlı kitabı. Bu əsər böyük mütəfəkkir İmam Məhəmməd Qəzalinin məşhur Kimya-i Səadət əsərindən ilham alaraq yazılmışdır. Konusu insanın ruhunu necə təmizləməsi, dünya və axirət xoşbəxtliyinə səadət necə çatması haqqındadır. Əxlaq fəlsəfəsi və təsəvvüf bu əsərin əsas məhvəridir. Üçüncü şah Müşşaqil Uşşaq. Bu əsər sevgi və eşq mövzusunda yazılmış hekayələr məcmuəsidir. Konusu kitabda müxtəlif sevgi hekayələr yer alıb. Nərgisi burada həm həqiqi dünyəvi eşqdən, həm də məcazi eşqdən bəhs edərək sevginin insanın gönül dünyasında yaratdığı dönüşümləri təsvir edir. Dördüncüsü Qanun-ı Reşad. Bu əsər bir növ siyasətnamə hesab olur. Konusu dövlət başçıları və qazilər üçün yazılmışdır. Ədalət, ölkəni necə idarə etmək, rəiyyət ilə davranış qaydaları, dövlətin bəqası lazım olan əxlaqi prinsiplərdən bəhs edir. Nərgisi özü qazi olduğu üçün bu əsərdə elmi təcrübələrini, əməli təcrübələrini də əks etdirib. Çox gözəl bir işdir. Sevdim. Yəni özəlliklə bu kitabı necə tapa bilsək, Qanun Rişad, görüm tapa bildik bunu. Kitaplar müşabehi. Çünkü برای دانلود کتاب قانون رشاد یا جنزینه اصلاحات فکری و اصولی برای اثر Feyz Məhəmməd Bəluç belə bir kitab məndə istəməmişəm, amma bu bunu gətirir. Tamam, qalsın, görək əgər bilsək sonra axtarıb taparıq. Cəlib kitab siyasətnamə olsa onu oxumaq lazımdır. Özəlliklə bir adam ki təcrübə eləyibdir, ondan öyrəşmək lazım. Gedim, bu kitab hər 20 səhifəsindən 1-2-3 sətr oxuyayım, çox yox ki eləyə bilək bu kitabdan biraz tanış olaq. گروهی امنیه ربایان کامیابه التحاق ilə faizi nəsab izzət. Qeydək əvvələ bağışlayın. Qeydim əvvəldən, çünki bunun bəzi şeyləri var idi. İstirdim onları görək ki, onlar nədir? Bu nə ümumidir? Burada padişahın tərifində yazmışdı. Burada gəldi, deyir ki, مطرز ساختن خلعت مدح پادشاهی بحر و بر و صف جمیل حضرت ربوی پنا نباهی لا زال مظهر او مظهر القصص الهی. از آن جمله بو نوبهار دولت فرخنده آثارده رشحاتی مداد مسمر السدادی şad absaz çəmənistan din olan qeysi midrar جوهربار فضل و یقین آفتاب منیر هموار تابش آسمان بلند راست گردش خیرخواه دولت عظما اون و پناه دین و دنیا مشکلگشای دقیقه سنج فرمانروای بی سپاه و گنج کرامت پناه مؤثر نفس و بی غرض نگاه بر همه کس بیدریغ ساز. Tamam, gedir beləsi davam edir. Amma biz gedirik o birisi səhifələrdə görək ki, hər fəslin əvvəlində bir şeylər yazıb, onlara bir baxaq. Təyin və fehrist این خجسته اثر و تمییز یافتن هر نهال بارور مغنی و بارور معنی نهال بارور معنی ثمر از یکدیگر به سبای نفخه سای تعبیر معتبر.
Mən baş tapmadım. O qədər çətindir ki, baş tapmadım nə dedi. Farsı dilim bilərək bu məcmuətül asar mütəzəmminül əbər min heysul məcmu bir dirəxt bala keşideyi hədiqi hünər və mühtəvi olduğu fəvakih məani qeyrətəngiz ibrətəngiz همتا هما تافته هما تافته احتمالاً olacaqdır amma yox huma tafte huma tafته از ساق به ساق bir شجر بارور المغن نام بارور المین نام نهالستان ile تسمیه و تقسیم فهرست موضوع و مدلولی که خاصی نتایج و آثار ile نمودار فصول اربعه و عناصر çardır قاعده براعت çösban olmaq mülahizəsiyle lafz mənidar nəhal ilə ixtiyar olunub macerای عشق و محبت لازمه اوائل امار و nişanə ربیع و نوبهار olmağın sayirdən təqəddüm ilə şərəfyab rəğbət və etibar qılınmışdır. Bu kitabın dəlilin ki deyim ya o birisi 5-5-nin o birisi 4-dən öncə bunu tutmuşam eşqə görədir. Nəhal əvvəl şaxsar زنده لانه چیر قرار olan مرغان حکایات عبرت‌آمیز حالت انگیزin سفیر و زمزمی aşiqanəsindən münfəhim olan مضامین سرانجام şahzar və ol zümrədən صدور eden متاعب و مشاق بی اختیardır. Nəhal sani برج بهارنده tamam da cədə xüsusi ağırdır. Mən bunları geçim. اول نهال اول هم ساقی خود شوم در این دیر buradan baş اول در افتادن و اذانش tamam qırmızı xəttin özdə farsça yazıbdı. İhtimalən özü yazmayıb bunu. Yenə dedim farsı olduğu üçün. Əlbəttə adam farsıda çox güclü bir şeydir. Yəni fars dilində və türk dilində من عشق و عفو و کتم اسرارinin پوشیده qılmadığı cəhətdən izali eyb vücudi bir təriq ilə vacibdir ki تیغ آتش تابله دردمند مشوش دماغون برج چاه وجود خاک آلودینی سوزان نار بیداد اتمک نیتی ile تحریک گداهی فساد ettiler. Lakin bu məqule bicani rəsm rah aşinayinin dəfətən hüllə puşi şəhadət olması balay istedadına namunasib və damən ixlas ilə mən eşq و عفو کتم belə bir şey əsrarini puşidə qılmadığı cəhətdən izali eyb vücudi bir təriq ilə vacibdir ki hər saat ömr qərinül əzabi enva işkəncə istirab ilə küzar və bu məqule cüstax aludə bavsaxın اوقات حیاتی گرد متاعب falan getdi. Gedək. 40-cı səhifədən də 1-2 sətr oxuyacağam. Çox yox, deyirəm 1-2 sətr amma olmur. عشق این است در عشق این است چون بران بازوست bari lütf ilə ehsan ilə bir iki gün bu fani dünyada baqi olursan və dəsti kədən sonra nə deməkdir? kədən sonra ben helak olmayıb qalırsam bu xaçnişin زمین هجرانی یاد و سلام و پیامınla dilşad eylə.
نهایت الامر نیازمندم که خاک پایه مقدما اهدا اتجم اهرامی ینه بکارد و تسلیم اده سوچی مسئله هبده şərait huruf و dəmq xırqə mövcud tamam. Çox ağır kitabdır. Çox ağır kitabdır. Bundan məncə keçməyim gərləşir. Çünki mənim təəssüflə savadım yetişmir bunu oxumağa. Çox ağır kitabdır. Kitabı da itirdim. Gedək bunun axirindən görək ki, əcəba bunun axirində bir dəlili taparıq ki, bu hangi zaman yazılıbdır. Yəni özü bir tarix qoyubdur, ya qoymayıbdır, ona baxaq. İlahi akıbət Mahmud gərdan. Bu vəz Mahmuddən sonra 3 səni kamilə پشمینه پوش و منقطع العلایق مجرد پاک آزاده خرام باغ و راغ و خوشنشین زاویه فراغ olub یومن من الایام جنابی ریاض قدسه دعوت اولون مغله شمدیگر و بانج رحیل şəməndgir و بانج رحیل کوش گداز جان oldu جمازه وجود بیتاب صدای هدگر موت olub بند رحیات زدود زوالی خواجگان سرمایه دار دنیا پرسته سفارش لازم gəldi deyib yevm irtihalindən 18 gün müqəddəmən cəmiyyət xatirlə mütərəqqib işarət əcibu daiyəllah olub gülbərc zəbani ətr-say mənay la ilahə illallah Muhammed Rasulullah olaraq azim bargah Quds oldu və deyib نفحه ریزی گلشنی تحقیق oldular. Hakka ki merhum mergumun müvəffəq olduğu hal bul əcibe heç afəridə məzhər olmadığı müqərrər olub. Zikr olan ovqaf və həsənati الان زیب çarsuy imkan و باعث ذکر جمیل و دعای خیر یارانdır. İlahi akıbət Mahmud gərdan, bundan ziyadə və dövlət olur Adəmə demə. Bundan ziyadə dövlət olur Adəmə demə. Səd barəkəllah ancaq olur hüsn-i xatimə. Yenə burada elə o Vəzir-i Əzəmin möhrü var və yenə kitabxananın ehtimalən möhrü var. Amma bu kimdir, ha zaman öldü, niyə öldü, burasını bilmədik. Yəni bir cümle قلیل و کثیر کیسه‌ای تملکه داخل olan مجموع اموال و اتوابی حسبهالله تعالی وقفی mübed ile vakf ettim. Nə mənədir bu haradır? Niyə beləsi yazıbdır? İhtimalən burada yazar özünün qəziyyəsini deyir, kimin qəziyyəsini deyir, ya izafə eləyiblər, bir nəfər ölübdür və belə bir əlbəttə nəzərimə gəlir ki, bu qismətlər daha sadədir, yəni o əvvəlki qismətlər çox ağır idi. Məsələn, indi burada oxuyaq biraz, görün ki, nə gözəl yazıb, yəni çox rahat. Deyir ki, vəqf-i mübəd ilə vəqf etdim deyib nəhəc mə'hud üzərə təfsil şurut və uhud və təslim ilə mütəvəlli qılıb qazi şəhri hüccət təqririnə ünvan təraz əhsənət
ve imza nevis hikmet olduktan sonra sahibülxeyr Mahmud el-akıbet ve ray perdeye müteveccih olup məgər həlli əsbidən nə deməkdir bu? Məgər cüllə əsbidən, cüllə əsb atın çülüdür, onu istəyir. Cüllə əsbidən kəndüyə libas və puşidəni edad eyləmiş. Deyir, onun atın üstündəki çüldən özünə paltar giyibdir. Döşündən ətləsi dəstümuri, ətləsi səmuri ixrac və yerinə ol jində muyinəyi dərbər qılıb, ol həmiyyat heyrət əngiz və qafiyə kərih o biz ilə kərih o nər ilə məclisə gəldi və huzzar eylədi və huzzar eylə musafəhə istihlal halal istemək və istifa mərasimini icra qıldı və qeyd əlaqiqdən bil külliyə mübərra olub həmdullah Teala bu qədər nəəmay cəliliyyəni Cənab-ı Cahan afərin biçun و çara e'ta etmiş idi. Hala جوش و هوش شنوا و دیده بصیرت بینا ایچن ین راه خدایه صرف و تسلیم توفیقine عنایت ازلیسی راهنما oldu. Məhalətə hazihi bu cüllü naçiziden gayri alemde sermu əlaqə və paybəndüm qalmadı deyib kənarı nişini və bəzmgahı əlaqıqdən دامن چین و فراغ بالله مواظب şükr cahan آفرین oldu. Huzzar məclisə geriye ibrətəngiz müstəvli olub bu yüzden müstəğriq alayış dünya ikən bir ləhzədə bibaş و بیپروا terk masıva etdüyü xibrət əfzai uqala olub سکرین حلوای şəkər و şükr sena ilə ol məclis faxir axirə etdilər. Tamam, bu bəllidir ki, ehtimalən şahın haqqında danışır. Amma şahın adı Məhmud deyil. Mən burada qalmışam, Məhmud kimi deyir və nə deyir? Çox daha cəlib bir nağıldır. Burasını da görürüm. Nağıl deyirlər, bir yaşamdan danışır zahirən. Amma kimdir bilmədik. Hər halda fəqət bunu bilir ki, Muradi 4-cü Muradın çağında yaşırmış və 1044-də də Allahın rəhmətinə gedibdi. Bu Murad özü də 1045-də elə bir Allahın rəhmətinə gedibdi. Bu da əlbəttə Muradi Rabi hangi tarixdə yaşayırmış? Sultan 4-cü Murad Rabi, Osmanlı tarixinin ən güclü və sərt hökmdarlarından biri kimi tanınır. Onun yaşayış və səltənət tarixləri, doğum tarixi 27-18 Rəbiüssani 1021. Vəfatı 8 fevriyə 16 Şəvval 1049. O qədər yaşamayıbdı. Yəni 28 il ömr eləyibdi yazıq. Allah Allah, bu zamanda da çox böyük işlər görübdü. Bunu yazıq 4-ci Murad xan. Doğum 18 Rəbiüssani 1121 1121 1100 yox 1021. Vəfat 16 Şəvval 1049. Səltənət illəri 1040 ilə 9 ildə səltənət edibdi. Təxminən 17 il. Yox, 17 il. Deyir ki, 1040-dan nə mənə?
1623-cü ildən 1640-cı iləcən tamam bunu gene şey yazdı ha. 1623'den 1617 il. Səltənət 17 il səltənət etmiş. Məncə bu qədər bu kitab haqqında yetər. Gedək görək ki, o birisi kitablarımızdan hansısını açıb biraz baxa bilirik. Məsahibnamə Əbrar. Buna bir baxaq görək ki, bu Məsahibnamə Əbrar bu çox qədimi kitaba bənzər. Görək ki, nədir? Əlbəttə fərqli yazılıbdır, amma baş tapmıram niyə? Aha, yox. Çox da qədimi deyil. Bu tarixləri işləyib oxumuşam. Burada üstə yazıblar Məsahibnamə Əbrar 1202-ci ildə ehtimalən mənzum, yəni şeiridir. 724'lük qaf burada qoyduqları üçün biraz çırıqdım. 724 səhifədir. Kitabın özü 300, PDF-də 362 səhifə görsənir. Cildinə baxırıq. Cildi göndən imiş, gönün üstünə dəri imiş, dərinin üstünə bir Osmanlı dövründə raic olan, su üzündə raic olan nəqqaşlıqdan çəkibdir. Çox gözəl bir nəqqaşlıq olubdur. Kitabın gön qırmızı imiş, tox qırmızı imiş ki, təqribən cırılıbdır. Hər yeri təqribən cırılıb, köhnəlibdir. Bu gedir. Kitabın içinə baxırıq. Süleymaniyyə kitabxanasında İstanbulda olacaqdır. Biraz ikinci səhifəyə baxırıq. Kitabın səhifələrin qıraqlarına baxsaq, görürük, çürüyüb, tökülübdür. Səhifələr bu səhifədə fikir edirəm Atatürk dövründəki əlifba qədəğən oldu və hər kəs bu ərəb-türk əlifbası ilə yazsaydı mücazat olurdu. O dövrdə bir adam istəyib də əlifbanı öyrəşsin. Burada onun çalışmalarını görürük. Sonra Kitab-ı Məsahibnamə Əbrar, kitabın adı Məsahibnamə Əbrar. Bu birinci kitab idi. İndi gedək ikinci kitaba. Ad Məsahibnamə Əbrar Rəziyallahu Teala anhum və kərrəmallahu vəcəhum. Kərrəmallahu vəcəhum gələndə Həzrət Əliyə deyir. Rəziyallahu anhum deyəndə o birisi 3 xəlifəyə deyirlər. Nədəndir? Beləsi bir iş görüblər, ayırıblar. Bu dediyim, oxuduğum cümlə qırmızıca yazılıbdır. Sonra hər bölümü ki ayırıbdır, şeiridir. Bunu deyim, bu şeiridir. Və kitab çox kirlidir. Barmaqların yerləri bəllidir. Yəni, əgər bir nəfər şey olsa, burada barmaqların əlaimi orada qalıbdır. Yemək yeyəndə, iş işləyəndə, əlin məsələn, nə deyim, bəlkə gedibdir, kömür daşıyıb, gəlib də əlin vurub kitaba, yüməmiş. Burada məsələn yerində, barmaqların yeri düşüb kitabın üstünə. Çox hər halda kitab kirlənibdir və çürüyübdür. Hər şeirin başlanğıcı qırmızı hərfi ilə yazılır adı və şeir çox bir gözəl xətt ilə yazılıb ki, mənim kimi savadsız bir adam da, türk dilində savadsız bir adam da oxuya bilər. Fəsl fi ibtidai Adəm əleyhissalam və şərafəti Ba'i Bismillah fi ibtidai kitab. Bu qırmızıları dedim, məmulən nasixlər yazırlar. Kitabın üstünə burada görürük ki, su gəlibdir. Qırağına da su gəlibdir. Yəni o da quz-i balay, quz farsça deyirlər. O cür bir ittifaq düşübdür. Kitabın ortası əvvəldə görmüşdüm, deyirdim bəlkə şeydir, amma görünür ki, Şirazə biraz xəsarət görübdür. O birisi kitabların tərsinə ki, başlıqları qırmızı ilə yazanda ki, şey olsun, bu ərəbcə yazıbdır. Kitab çox böyük kitab olduğu üçün biraz səhifələri sürət ilə vururam. Geçsin. Kitab getdikcə gözəlləşir, o kirlər azalır və kitab gözəl görsəlir. Əlbəttə, burada təhcə İslam deyil. Məsələn, gördüm ki, Həzrəti İsa'nın nənəsi də bu şeirdə, yəni Həzrəti Məryəm əleyhissalatu vəssalam da bu şeirlərdə yer alıbdır. Tamamən kitab şeiridir və çox ciddi bir
Hətta burada məsələn faslun fi bəyan ziyafət xatəm təy və nukati müxtəlifə və nukatun müxtəlifətun. Yəni bu haqda da görürsünüz ki, şey yazıbdır. Şeir yazıbdır. Xətt değişir. Bəzən biraz kiçik xəttlərlə yazır, bəzən yekə xətt ilə yazır. Birdən bir şeirin içində xətt düzü değişə bilir və bu da bunu göstərir ki, əl ilə yazılıbdır. Burada kitabın bir tərəfinə şorba tökülüb. Ehtimalən ət şorbasıymış, tökülübdür. Bu səhifədə 96-cı PDF-də 96-cı səhifədə görürük ki, bir beyt kamilən üstün elə qərar etdilər ki, oxunmaz. Əlbəttə bəlkə oxumaq da olar, amma mənim işim deyil. Burada da bir qıraq yazı görürük. Birinci dəfə burada qıraq yazı görünür. Dediyim kimi, bəzi səhifələri yekə kəlmələri yekə yazıbdır, bəzi səhifələrdə çox riz yazıb, nazikdən və kiçik xətləri yazıbdır. Şeirin yazının sətirlərin əvvəlləri ilə beytlərin əvvəli ilə beytlərin axiri bir şeydə deyil, moc vurubdur. Yəni dalğası var və hərəkət edir. Yəni bəzi yerdə qarın çıxadıbdır, bəzi yerdə şey oldu, orada bir hərəkət görsənir. Yəni şey deyil. Burada təzəşdən bir səhifədə 128-ci səhifədə görürük ki, bir nəfər bir ayrı qələmlə kitabın başında bir şey yazıbdır, amma nə deyirsə onu da bilmirik. Dediyim kimi bunun yazıları qırmızı yazı ilə yazılan şeirləri bir-birindən ayırır və ərəbcə olur əksərən, amma bəzən nəzərə gəlir ki, türkcədə yazılmış ola bilər. Amma diqqət eləmək lazımdır. Bəzi şeirlər qəsidədirlər bunların çoxu, çünki neçə səhifəlikdir. Bəzisi qıssadır, yəni qəzələ keçə bilər və şeir ola bilər. Amma məsələn burada indi bunu baxırıq Dərbəyani. Məsələn Dərbəyan ki gəldi, yəni farsı kimi yazır. Yəni burada Budəndi də gördüm orada, yenə də farsı kimidir. Bəzi dediyim şeirlər çox kiçik yazılıbdır. Bəzisi çox böyük yazılıbdır. Kitabların hər səfədən üst-üstə bir əks indi burada yadgar qalır videoda. Nəzərə gəlir ki, hətta bəlkə xəttiləri 2 əl yazıbdır. Yəni nə cür ola? Əlbəttə mənim də bəzən belə olur da. Mənim özümdə xəttim görürəm ki, yazanda dəyişə bilirəm. Bəzən görürsünüz ki, xətti, yəni bir adam yazdığı da dəyişə bilir açıcan. Qələmə bağlı olur, halı hövsəliyə qalır və bir dana hissi bir təsadüfə rast gəlir yazanda, o təsadüf o qələmə bir halət verir. O halətə mütəvəccüh olanda qalanını da o cür yaza bilir. Bunu da bir neçə gün öncə mən belə bir vəziyyətə düçar oldum və xoşum da gəldi əlbəttə. Kitabın sonuna gəlirik. Burada kitabın sonu qutardı. Kitabın sonunda da ləvayi haləti nüz'eyi irincə dəcül görmə əzab əlhamdülillah. Elhamdülillah əvvələn və axirən və zahirən və batinən və sallallahu əla xeyri xəlqihi Muhammedin və əla alihi və əshabihi və əzvacihi və zürriyatihi əcməin təmmə. Musahibəyi və malikil had. Aha. Burada bunu oxuyaq. Sahibihi və malikihi Əl-Haci Əbdülqadir ibni Əl-Haci Fəyyaz. Hacı Fəyyaz, Hacı Əbdülqadir, Hacı Fəyyazın oğlu bu kitabın maliki və sahibidir. Hangi ayda bunu tapaq? 1202-də Şəbanda alıb bunu. Və birəhmət ki, ya Ərhəmir-Rahimi təmmətil kitab ilə yədil həqir turab. Əqdamil mümininə bila Yusif nəmənə adın siliblər burada. Təəssüflə bu qədər adam da xain olar mı? Axı, Yusifi qalıb, amma Molla Yusif nəmənə burada qalıbdır. Görün bunu tapa bilsəm, yox, imkansızdır. Əl ilə sürüblər bilə, nəmənə qəfərallah əbzi oxunur. Qalanıb oxunmur. Qəfərallah da bizərlə oxunur. Amma orada bir neçə kəlmə vardı ki, beləsi suyu vurublar ağızlarının
siliblər. Kitab orası biraz sökülübdür. Üstündən yəni bir layə o kağızdan cırılıb gedibdir. Eyni halda qərədə sürtülüb hər yerə oxunmur. Yəni əlbəttə məsələn şey olmasaydı qala bilərdi. Dedim məsələn Molla Yusif adında bir adam bunu yazıbdı. Nüsxəçi Molla Yusif qalanı qalıbdı. Əlaməti sual qoyaq ki, bu qalıbdı, bu vəz. Amma buna bir tarix burada görmədik. Əcəba, aha, sahibi kitabın alındığı tarix. Şimdi 1202 Hicri qəməri Maliki kitab kimdir? Hacı Abdülqadir ibn Hacı Feyyaz. Hacıya getmək özü göstərir ki, bu adam pullu imiş. O da bir əlamətdir ki, bu adamın pulu varmış. Sonra kitabın axirində yenə də bir hesab kitab eləyiblər əbcəd üzü ilə bir ədəd çıxadıblar. Nəymiş o da bilmirəm. Əlbəttə burada bəlkə də oxumaq. Əbi filan, ruxu filan, Feyyaz zat görürdüm. Onu gördüm, bəlkə onlara rəbti olar, ilgisi olar, amma onda görmədim. Qeydaq kitabın əvvəlindən oxuyaq, görək ki, bir şeylər tapa bildik bu kitabdan. Kitab-ı Məsayibnamə Əbrar rəziyallahu ta'ala anhum və kərrəməllah vəcəhum. Bismillahirrahmanirrahim. İlahi qıl bəna yari kəlamə vəzn ilə imla zəmiri rişteyi nəzmə misali lolo lala. Əgər kim olməsə tövfiq həqirə lütfü tamündən zəbanım lal olur əbkəm zəmirim pərdəsi ə'ma. Kərəm qıl ey kərəm kani bi haqqi qədr sübhani. Binayı nav dilər göklüm imarət qılməyinə imarət qılmənə mə'va. Nəbilər ovliyalərdən olə dibatəsi məşhun. Qəmunun nə'ti üsafi içində nəsr ilə icra. Xüsusən Mustafa nə'ti sərasər al əshabi olənlər ləşkəri Rizvan sipahi Həzrəti Mevla. Müsibət alı ovladı ərincə məhdiyə cümlə sənayə mədhinə layiq səzayı şəninə yekca. Qəmunun hürməti ya Rəb livayı bəndiyə rəhmət döküdə müyəssər qıl liqai cənnəti məva. Cəliddir ki, burada öz adını yazmayıbdır. Dökiyyətdə ya dünyədə olacaqdır. Dünyədə müyəssər qıl liqai cənnəti məva. Burada Səna-i Zülcəlal Xudayi Cəllə Cəlaluhə yetişir, o başlır. Tealəllah zehi sultan, tealəllah zehi mevla, tealəllah zehi rəhman, tealəllah zehi ola. Huvel əvvəl, huvel axər girami zat ilə əzəm, huvel batin dəxi zahir cəhanə ilm ilə bina. خدای حی بی همتا قدیمی علم الاسماء علومی آدمی و حوا ملائک بالمیان املا وجودun کنز مخفیدر جهانه ایلین ظاهر
vücudun kenz məxfiden cehane eyleyen zahir dedi ahbabtu en ö'rife xalaik anledi eyledi peyda. سراسر نه رواق اهلین بهشتی دوزخی هفتم ارازین سبع بلهوت مکانون mahzi sofla mahdi sofla böyle bir şeydi, okunmur kamilen. Okunur yani üstünde bir nokta kimi bir şey var, bilmem ki mahvi okuyak ya mahdiyi okuyak. Nebiler eyledi irsal vücudundan haber versin şehadet eyledi cem'i dediler zatine yekta. Ana hamdü sena layık nevatik غیر ناطقدن آنا حمد و ثنا لایق نواطق غیر ناطقدن ادر لرزاتنه شکری ملائک لشکری بالا جمادی دشت هامونی ادر در حمد افزونی جنود بحر جیهونی olur ذکرینه جویا سزای حمد له مشهور جزای خیر له مذکور معلا شعنی له مشکور معظم اول و اخرى هزاران حمد لایحصا سزای ذاتنه لازم جلور هر بنددن هر دم جلین ز وعده فردا لوایی بنده بیچاره dilinde روز و شب غفار günahı fert ile meşhurdur meşhur diler kim affede Mola. Təəssüflə şairin özünün adın bu üç beyti şeirdə görə bilmədik. Nəti Nəbiyyül Ərəbi sallallahu aleyhi və səlləm. Görək ki, bu adam ehtimalən gedək o birisi səhifələrdə görək ki, bu özünü tanıtdıracaq kimdir? Yoxsa yox. Və lənəbəvənnikum bi şeyin minəl xufi vəl cu'i və nəqsin minəl ənvali vəl ənfüsi və səmərati və bəşşir sabirin. Bu bir ayədir. Bunun haqqında bir uzun şeir yazıbdır. Görək ki, bunun axirində özün mərrifi eləyib yox. Deyir ki, içərlər teşni camindən, cüruhi xas amindən, şəhi darul İslamindən, təhiyyətlər gəlir hər ca. Ləhum darussalam qoli argu gör bəndeyi Mövla livai duzəxün havli görülməz bizlərə fərda. Mən buracan bu adamın öz adını görmürəm şeirlərin axirlərinə baxıram. Hər 20 səhifədən bir dana 2-3 sətr oxuyayım ki, görək, özəlliklə də şeirin axirinə baxıram, görüm, məsələn, 3 beytin oxusam buradan. Gedək, dibatçə burada dedik. Fasli در بیان ابتدای کتاب باده باب یک خاتمه اهل بیت نمه ابتدا قلدم به نامی خالق ارض و سما زائلی لیل و نهار و ثانی حکمت نما پادشاهی لایزال و کردگالی لم یزل حی قیوم و رحیم راحم کنز عطا بی شریک و بی نظیر و بی زهیر و بی وزیر بی انیس و بی جلیس و بی زن و خیش و اقربا. Burada da istəyirdim görüm kitabın nə yazıbdır. عرش کرسی و قلم لوح ile şem نگرین نور احمد cümlesinden xalq olundu ibtida bəstürimdi tərki qılqıl şeir ilə sanma hüner yok xaridarın xəbərsiz nəzminlə versin bəha ibtida başla nizamə Adəmin əhvalini آخرین ختم ilə anun əhli beyti ilə səfa eylə on baş
Eylə onbaş üç kitabın əsl təlifin tamam. Eylə 10 bab 3 kitabın əsl təlifin tamam. 10 bab 3 kitab. Eylə 10 bab 3 kitabın əsl təlifin tamam. Nəzm ilə təqrirə layiq əhl tarixə səza. Qıl nəxustin babini əhval bəzi ənbiya. Həm ikinci babini şərh nəbi mücüznuma. Nəbiyyi mücüznuma. Həm üçüncü babini fevti rəsuli nəsbilə. Eyləmə dördüncü bətulun fevtini mədhət səra. Qıl beşinci babini şərh vəfati heydəri. Mədhəti şahi vilayət mürtezanın cabeca. Eylə 6-cı Həsən əhvali babı ilə tamam. Sonra 7-ci Hüseyn əqvali babı Kərbəla. 8-ci babini Müslim şərhini İbn Əqil. 9-cu həm Hüseyni söylə kim gördü bəla. Məkkədən oldu rəvanə Küfəyə suy İraq. Uğrədi dürlü bəlaya az bəlayı Kərbəla. Həm 10-cu babı şahi Kərbəlanın halini kim şəhadət buldu روشن نور چشم مصطفی. خاتمی ختم oldu حال خاندان اهلی تمام. خاتمه ختم oldu حال خاندان اهلی تمام. Onlar ilə hər kəramət zahir oldu cabica. Kərbəladan Şamə cümlə əhl-i beytün getdügün cümləsin qıldın işarət nəzm ilə təmmət bina. Kitab burada qurtarır. Həzrəti Adəm əleyhisselamın burada başlayır kitabın. Bismillahla başlayır Həzrəti Adəm haqqında yazmağa. İndi gedək 30-cu səhifəyə əgər eləyə bilsəm bunu. 30-cu səhifədən biraz oxuyayım. Dedi Malik yalansan yox fərari. Dedi Malik yılansan yox sən yılansın yox fərari. Çağırdı Yusufi sordu xəbəri həman. Cavab etdi sualə nur Kənan. Fərarım yox idi zeşt etdi buhtan. Və lekin raldım qəbrin görəndə. Nə deməkdir? Və lekin raldım qəbrin görəndə düşürdüm kəndimi qəbrin dövründə. Bu zalim bigünah urdi tapanca hanı tapınca. Bu zalim bigünah urdi tapınca Nəbi nə mənə? İncitdi. Nəbi incitdi məlun saldı rəncə. Tamam. Devam edəcək 40-cı yox 50-ci səhifəyə görək ki, oradan da bir neçə səhifə oxuyaq. 57-yə gəldik, tamam. 56-da bu şəhadət Əbdülmütəllibdir. Fəsl fi şəhadət Seyyidü'ş-Şəhəda Həmzə ibn Əbdülmütəllib Əl-Haşimi. Raviyan əxbar gör kim müvərrixan əhlində var. Həmzədən verdi xəbərlər əhli irfan aşikar. Bedruden sonra musafəhə dürdü qarşı əhli Çin. Bədr davasından. Bədrdən sonra məsafə dürdü qarşı əhli Çin. Cəm olub 3000 müsəlləh ləşkəri kafir şumar. Gəldilər suyi Mədinə nəzd əfzای Uhud. Əqsa da ola bilər. Əfzay fəza. Əfzay Uhud yaxınlarına. Düddülər anda qərari ləşkəri kafir təbar. Seyyid aləm dəxi həm 700 ənsar ilə sər be sər cəm'i məhacir
Bağladilər saf 1000 nəfər oldular. Tamam, devam edir bu cür şey. Bundan geçək gedək 70-ci səhifəyə. 90-a gəldik, tamam. 90-da bilmirəm şeirin əvvəli nədir. Bu əsnada erişdiyi hər dو səbtin Hüseyn ilə Həsən Şəhzadə Bədrin. Bu əsnada erişdiyi hər dو səbtin Hüseyn ilə Həsən Şəhzadə Bədrin. Dedilər Həzrətə ey cədd əla, ya Türkən vaqiə gördük müdəlla, ya Türkən dün gecə bir təxt havadan revan olmuşdu gördük müntehadan, açıq baş hər iki əlində anın, yürürdük mü'təbər təhdində anın. Dedi oldum Habibi Rabbi Yazdan, iki septinə razı dürri umman. Dedi ey bağımın siz verdi xasi. Dedi ey bağımın siz verdi xasi, benim nəşimdir ol təxt xoş nəvasi. Axır siz zir nəşimdə sənabil sünbülər, perişan zülfünüz bəndi səlasil. Tamam, devam edir. Gedək 120-yə. 125 yox. Tamam, qeydaq bir-iki səhifə dalıya. Burada 123-də bir şey. در بیان فوت حضرت زهرا رضی الله تعالی عنها و عن اولادها. ابتدا قل فوت زهرا شرح حال اختراع. دری معارض دفتریندن تر مدیدن نقل شاع. در معارض دفتریندن نرمدیدن یا ترمدیدن نقل شاع. Şeyx Nəcməddin ilə əhl-i təfasir müttəfiq oldular cümlə bu qovlə razı ərbab-ı xəna'a. Bəd موتی مصطفی در sonra dür فوت بتول. بعد موتی مصطفی در sonra dür فوت بتول. 6 ay geçdi demişler bir gün ol sahib qına'a. Gəldi Heydər gördü xatun nan üçün eylər xəmir. Hər dü reyhan saçları üçün abi gərm edir qısa. Hər dü reyhan saçları üçün abi gərm əndər qısa. Eyləmişdir kül müxəmmər saçların məşşatələr. Eyləmişdir cil müxəmmər saçların məşşatələr. Gözlərindən seyli əşki coş edərdi ənbiya. Tamam, devam edir bu. Gedək 150'ye. در بیان جنگ کردن شاه ولایت با گروه اهل حرب جمل و صفین. Hazreti Ali'nin savaşıdır bu. Şah vilayet ona göredir. İhtimalen bu بگو دل کاتب اسرار ضمیری خامه تنزیل. Bu cür oxunablar. Bunu dil katib bilmirəm nə cür oxuyum. بگو دل کاتبی اسرار ضمیری خامه تنزیل. امیری از بدی ابرار کنوزی خامی تعویل. Çox ağırdır. امیری یز بدی ابرار کنوزی خامی تعویل. ندنلü مدح آنی مدح eyləmiş یزدان. خدای عالم و آدم صفاتی şərhini təkmil. Kəlami lafəta məşhur çəkilmiş rəqqi mənşur.
نگوشی اهل عطا مستور و موردی رموزی دفتره tafsil. Tamam, beləsi bir ağır şeirdən davam edir. Mən gedim 200-cü səhifəyə, çox da şey eləməyim, çünki qaranlıq da düşübdür, burada da işıq çox azdır. شمی از آیه کاظمین الغیظ و العافین عن الناس و الله یحب المحسنین و حکایت حسنین رحمت الله علیه. طلوع etdi şəhi xavər cəhani qıldı nurani. طلوع etdi şəhi xavər cəhani qıldı nurani. Təcəlli qıldı əflakə, kəvakib oldu pinhani. İrəndə roşəni ərşə fərəhnaç oldu قسطاطوس. سراسر هر حجاب اهلی فراز عرش سبحانی. فضای چهچشان کیوان نرز افشان زرافشان. فضای چهچشان کیوان زرافشان oldu خاوردن. زمینه انبساط oldu şuaع لمع الوانی. Davam edir, çox şeydir, tarixi bir şeydir əslində, bəlkə də tarixdir. Gedək 250-yə. Kull nəfsin zaiqətul maut innəma tufuna ucurakum yawmal qiyamət. Gəlibən falinə ayə ki məşhur hər nəfsi mauti. Gör پسر دارد نیاده نبیler اولiyasından. Olmaz, bu cüsü gör پسر دارد olmaz. Gör پسدار dünyada. Gör پسدار dünyada نبیler اولiyasından. Bu dərdə bulmadı derman. بنی مرسل نبی مرسل ولی زهاد. Güruhi ətqiya ovtad səfilər pişvasından. Çox ağır şeirdir. Yəni bunun oxuması belə mənə çəkindir. İmam Ovliya gördü rumuzi fali dəftərdə. Dedi gerçək dörər gerçək işarət haqqı nümasından. Haqq nümasından. Şəhadət buldu kim təhqiq olundu vaqiə gördüm. Yatırkən cəddimi əla xəbər verdi qəzasından. Gedək 300-cü səhifədən. شهادت یافتن قاسم ابن حسن رضی الله عنهما و شعر گفتنش. ای رکاب رخش اجرالون همایی اوج دین. ای رکاب رخش اجرالون همایی اوج دین. اصل ایمان در سنی bilmək əmir el-müminin. Əsl imandır səni bilmək əmir el-müminin. İqtida qıldım təriqi şər'idə fərmanınə. Nəqş-i nə'li mərkəbün mihrab ərbab-i yəqin. Saç ki məşşatə balı şəhpər Cəbrəil pak. Saç ki məşşatə balı şəhpər Cəbrəil pak. خاک روبی در جهان مژگان چشم حور این. وارث علم نبی سن رازدار احمدی. نائب قدر جلیس حیدر حق الیقین. صرف جان etsem revadır sen emire. Dür mesaf ettirin dünya sezadır. Sidq ilə elmül yəqin. Tamam, gedək kitabın sonunu oxuyaq. Və bu günü beləliklə
Kitabın sonunda baxaq görək əcəba Nə'ti Nəbi əleyhissalam yerində budur. Biraz qeydaq dalıya görək ki, bir şey kitabın haqqında vardı. Münacatname-i Ləvai, nə mənə Ləvai? Livay. Təəssüflə mən bu adamın adını görmədim şeirlərdə. Yəni yazanın adı bəlkə də diqqət eləmədim, ola bilərdi. Bəlkə kitabı başdan əvvəldən axıra adam oxusa bu kitabın yazarını tapar. Yəni bu cür mənə gəlir ki, belə gəlmir ki, yəni bu kitab əslən adı yazılmasın bir yerdə. Əlbəttə biz kitabın əvvəlində adını gördük, şeydən də soruşduq, o da dedi belə bir şey var. Cimnaydan da soruşduq bunu. Kitabın sonu. Axırda özünü ehtimalən burada tanıtdırsın, çünki kitabın haqqında bir şeir yazıbdır. Tamam oldu kitab, elhamdülillah. Kelam-ı müstetab, elhamdülillah. Olursa ömr axar qəmdə güldür. Olursa ömr axar qəmdə güldür. Bugün söylə sevab, elhamdülillah. Xitamə erdi əqvalüm tamami. Nizam ilə hesab, elhamdülillah. Məhəmməd nə'tü osafi ilə təkmil. Olundu intixab, elhamdülillah. Məsayiblər rumuzi oldu. Olub fəslül xitab, elhamdülillah. Gələndə ab gül xoş xuruşə. Gələndə abi gil xoş xuruşə. Digər oldu kebab, elhamdülillah. İmarət buldu tən qəsr vücudi. Dəxi olmaz xarab, elhamdülillah. Nəcatə erdi girdab bəladən. Qəriq olmaz hubab, elhamdülillah. Bu gün də söylərəm fərda mühəqqəq. Kəlam-ı haqq cavab, elhamdülillah. Salati eylərəm şahid cəhanə. Səvabi iktisab, elhamdülillah. Tamami alına əshabə cümlə. Salami gör səbab, elhamdülillah. Livayi haləti nəz'ə ərincə. Dinil görmə əzab, elhamdülillah. Dinlə olacaq. Dinlə görmə əzab, elhamdülillah. Elhamdülillahi əvvələn və axirən və zahirən və batilən və sallallahu əla xeyri xəlqihi Muhammedin və əla alihi və əshabihi və əzvacihi və zürriyyatihi əcmain təmmə. Bunları da oxumuşduq. Sahibi Hacı Əbdülqadir ibn Hacı Fəyyaz 1202-də alıbdır Şaban ayında və Təmmətül kitab yazan da Nəssax kimdir? Yazanı bilmirik, amma Nəssax, yəni burada Nəssaxın adı gəlir. Beyədil Həqir Turab Əqdəmil Müminin Molla Yusif qalanı gedibdi. Görün bunu bir dənə son işi görək və sonra bu günü bağlayaq. Bu kitabın Nəssaxının adı naqis olaraq son səhifədə belə yazılıb. Necə yazılıb? Yazılıb ki, necə yazılıb dedik ki, Molla Yusif. Molla Yusif. Sen bu adın Kamilin bulabilir misin?
Görək bunu tapa bilir ya yox. Əlyazmalarda nəssahların, katiblərinin adı... Molla Yusif. Bu Nəhalistan deyil ki, bu ayrı kitabdır. Nəhalistandır. Yox. Yox, bunu buradan değiştirim. Məsaibul Əbrar. Məsaibname-i Əbrar. Məsaibname-i Əbrar kitabının nəssahının adı naqis olaraq son səhifədə belə yazılıb. Sən bir də Məsaibname-i Əbrarın yazarı kimdir? Əsası budur, mən getmişəm onu soruşuram. Sizin əlinizdə olan bu əsər klasik ədəbiyyatın və məqtəl nevisliyin İmam Hüseyn əleyhissalam və Kərbəla müsibətlərini anladan əsərlərin çox önəmli nümunələrindən biridir. Adında kiçik bir nüktəni düzəltmək başlayaq ki, əsl adı Məsaibnamətül Əbrar yaxın kökdə Məsibətnamələr Əbrar kimi tanınır. Məsaibnamətül Əbrar. Namə mən yazmışdım. Nə yazmışam? Tamam, teyin qoymamışam. Qələt tutdu. Əsərin yazarı, müəllifi kimdir? Bu kitabın yazarı Molla Məhəmməd Baqir ibn Məhəmməd Təqi. Məşhur bir Molla Baqir Məclisi və Əllamə Məclisi. Allah Allah. Deyil. O deyil. Bəlkə bu adı daşıyan əsərlər arasında ən məşhur və Molla Baqir Təbrizi Şah Səfi 4-cü Murad dövrünün şairi və ya daha çox məqtəl ədəbiyyatında tanınan Molla Möhsün Vaiz Kaşifinin əsərlərindən ilham alan müəlliflərə aid olur. Lakin tarix boyu bu adla bir neçə əsər yazılıb. Ən güclü ehtimal odur ki, sizin bəhs etdiyiniz əsər Məhərrəmnamə və ya məqtəl nounda olan və Azərbaycan və Türk dilində yazılan nüsxələrdir. Nəssahın adı Molla Yusif. Molla Yusif ilə başlayan və 17-18-ci əsrlərdə məşhur olan nəssahlar, katiblər arasında xüsusən Azərbaycan və Osmanlı coğrafiyasında ən çox tanınan ad belədir. Molla Yusuf ibn Xacə Əli və ya Molla Yusif Təbrizi. Bu katib o dövrün dini və ədəbi məktublarını, özəlliklə Kərbəla vaqiəsinə aid məqtəlləri gözəl bir nəstəli xətti ilə köçürməklə məşhur idi. Əgər sizin əlinizdəki nüsxə Təbriz, Xoy və ya Ədirnə kimi şəhərlərdə katiblik məktəbinə aiddirsə, bu ehtimal çox yüksəkdir. Bir önəmli nüktə. Bu köhnə kitabların sonunda xatimə hissəsində nəssah öz adını belə yazardı. Kədəbəhul əgər əl-həqir, əl-fəqir, Molla Yusuf filan. Əgər Molla Yusifdən sonra kəlmə pozulubsa, bəzən orada katibin nisbəsi mənsub olduğu şəhər olur. Məsələn, Təbrizi, Xoyi və ya Ərdəbili. Sizin üçün nə edə bilərəm? Heksatdan tamam bir şey deyə bilmədi, qutardı. Tamam, bu günümüz beləsi keçdi. Çox gözəl bir gün idi. Allaha şükür ki, bu tövfiqi bizə verdi. Eləyib, bax, türk dilində yazılmış, toplanmış iki yazı uyğarlığı ilə tanış olaq. Ağır idi, insafən birinci kitab çox ağır idi. Yəni, Nəhalistan kitabı Məhəmməd Nərcisi Bosniyalı Sarayevo şəhrindən olan Məhəmməd Nərcisinin yazdığı ki, 4-cü Sultan Murad çağında bunu yazıbdı və o zamanda bir neçə şəhərdə qazilik edibdi və 1044-cü ildə
İrəvana ləşkər seçəndə, orada ləşkərdə olduğu halda atdan düşüb ölübdür. Allahın rəhmətinə keçibdi. O yazıbdı çox ağır bir dillə. Zahirən onun xəmsəsi varmış, amma şeir ilə yox, nəsr ilə, düz yazı ilə yazmışmış. Bu çox ağır bir dili var, çox şey və Gülüstan-ı Səədidən də məncə ağırdır. Yəni çox ağırdır. Və onu oxumaq ciddən bir təxəssüs istəyir, bir dərin savad istəyir, çox dərin. Hər üç dildə ədəbi, türkcə, farsca. Ki, eləyə bilə o kitabı qavraya və yaxşı öyrənə. İkinci kitab isə şeiridir və adı da Məsaib Nami Əbrar adındaydı. Bunun yazanı kimdir? Bəlli deyil. Amma 1202-də bunu alıb bir nəfər. O alanın adı Hacı Əbdülqadir ibn Hacı Fəyyazdır. Bundan artıq bir tarix orada yoxdur ki, onun üzündə deyək bu kitab hansı zaman əl yazısı ilə yazılıb. Amma əl yazmağında əsla və əbəda şək yoxdur. Çox bir gözəl əl yazması vardı. Mən üst-üstə bu kitabı çox sadə yazıldığı üçün oxuya bilirəm, anlaya bilirəm. Bəlkə orada burada bir oxumaqda çətinlik çəkirəm. Xəttinə görə, əl yazı olmasına görə. Amma tarixi kitabdır. Çox tarixi, məzhəbi kitabdır. Beləsi deyim. Oxumalıdır hər halda. Onlar ki, bu sahədə işləyirlər. Məncə bunu oxumalıdırlar. Cəlib bir kitabdır. Allaha şükür olsun. Umarım Allah ömür verər və imkan verər. Başqa bir gün bir ayrı kitabla tanış olar.